Azov dənizində dron hücumuna məruz qalan gəmidə ölən azərbaycanlılardan ikisinin kimliyi məlum olub. İyunun 5-də Azov dənizinin Taganrog körfəzində Natra və Zirkon yük gəmiləri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin idarəsinin rəisi Ayxan Hacızadə məlumat verib. O bildirib ki, hücum gecə saatlarında baş verib və heyətdə ümumilikdə 25 Azərbaycan vətəndaşı olub. Və onu da qeyd edib ki, nazirlik həmin gəmilər Azərbaycan dövlətinə məxsus deyil. Rusiya tərəfindən gələn açıqlamalarda isə bildirilir ki, 25 Azərbaycan vətəndaşından 5 nəfər həlak olub, 3 nəfər isə yaralanıb. Yaralılar Yeysk şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. PUA zərbəsinə məruz qalan Palau bayrağı altında üzən gəmidə həyatını itirənlərdən ikisinin şəxsiyyəti də dəqiqləşib. Həmin şəxslər Azərbaycan vətəndaşları Qismət Əliyev və Fuad Orucovdur. APA'nın Rusiya bürosu yaralılardan biri hazırda Yeysk şəhər mərkəzi xəstəxanasının travmatologiya şöbəsində müalicə alan Samir İbadzadə ilə həmsöhbət olub. O, vəziyyətinin normal olduğunu bildirib.